Və dəyərli Məşhəd zəvvarlarımızla bahəm daxil olduq Həzrəti Məsumə Salamullah əleyhanın mübarək qəbrinin ziyarətinə. O xanım ki, Həzrəti İmam Musa Kazım əleyhissalamın qızı, Həzrəti İmam Rıza əleyhissalamın bacısıdır. Həzrəti İmam Rıza əleyhissalam və Həzrəti İmam Cavad əleyhissalamdan xanım Məsumə Salamullah əleyha haqqında hədislərdə buyurulur. Kim Həzrəti xanım Məsumə Salamullah əleyhanın mübarək qəbrini qumda ziyarət eləsə, cənnət o şəxsə vacib olar. Allah Həzrəti xanım Məsumə Salamullah əleyhanın ehtiramına xatir arzusunda olanlara xanımın mübarək qəbrinin ziyarətinə gəlməyi və burada namazlar qılmağı, dualar etməyi nəsib eləsin. Bir çox Məşhəd zəvvarları bu yerləri daha yaxşı tanıyır. Çünki burada Həzrəti İmam Rıza əleyhissalamın mübarək qədəmlərinin izi var. Ziyarət etməmişdən qabaq zəvvarlar burada Seyid Babanın bal qaymağından yeyib və güc toplayıb hərəkət eləyirlər qədəmgah ziyarətinə. Qədəmgah ziyarətində olanlar yaxşı bilirlər ki, istər qışda, istər yayda, istər payızda fərqi yoxdur. Buranın gözəlliyi və təbiəti insanı öz ağuşuna alır.